Magistraturaya qəbul imtahanına az bir müddət qalmış, qarşınıza çıxa biləcək sual növləri ilə tanış oluruq. 42-ci sual növünə baxırıq. Deməli, burada nəyə diqqət edirik biz? Bilirik ki, saçdan sonra birbaşa sifət və zərf gələ bilməz. Buna görə biz C variantını çıxırıq. Daha sonra he paints. Gördüyümüz kimi he mübtəda, paint də xəbərdir. Xəbərdən sonra gələn hissə a lot olardı. A lot of özündən sonra isim təyin edər. Daha sonra hələ ki so well, so badly, so well hissələr, yəni B, D və Y variantları doğrudur, düzgündür. Birinci tərəfində baxırıq ikinci tərəfə. Burada talented artist. Artist sayıla bilən tək isimdir. Sayıla bilən tək isimin qarşısında article işlənər. Ha, onu buradan çıxırıq. Sonra vote doğrudur. Yəni ki, artistə görə article işlənər. Biz daha sonra nəyə diqqət edirik? Artıq cümlənin tərcüməsinə baxırıq. Əgər istedadlı rəssamdırsa, deməli rəsmi yaxşı çəkər. D variantı düzgün olacaq. Pis çəksəydi, ona istedadlı rəssam deməzdilər. Daha sonra 43-ə baxırıq. Burada piece of good luck ifadəsini görürük. So özündən sonra sifət və zərf tələb edir bildiyimiz kimi. Yeni də çıxırıq. Daha sonra bildiyimiz kimi piece həmişə qarşısında a piece of ifadəsi formasını, yəni article işlədilər. Tək belə deyək də, sayıla bilən tək olduğuna görə qarşısında an article tələb edər. Yəni tək işlənməsi sacın səhvdir. Saçı çıxdıq buradan, daha sonra baxırıq nəyə? İkinci tərəfə baxdıqda görürük ki, burada beautiful ifadəsi var, zərf var və saç özündən sonra birbaşa zərf tələb etmir. Özündən sonra sifət və sonra isim gələ bilərdi. A variantı doğrudur. Such a piece of good luck. İkinci tərəfdə isə so beautifully. İndi 44-də baxırıq. Deməli, nöqtələrdən sonra man sözünü görürük. Yadımıza saxlayaq ki, elsidən sonra isim gəlməz. Elsi çıxırıq. Y variantı azəsdən sonra isim gəlməz. B variantında azə mans olardı, S olardı. Yəni S yoxdur deyə B-ni çıxırıq. Cəm tələb edir özündən sonra mazə. A variantında two more, görürsünüz 2-dən daha çox. 2-dən çoxdursa biz bunu cəmləməliydik. Yəni mansı cəmləməliydik, amma təkdir. Cavabımız D olacaq. Bildiyimiz kimi ən az özündən sonra sayıla bilən tək isim tələb edir. 45-ə baxırıq. Political news. News bildiyimiz kimi sayılmayan isimdir. Və sayıla bilməyən isimlərlə misal olaraq many işlənə bilmir. Bunu çıxırıq. Few'nu çıxırıq. Daha sonra D variantının səhvi ondan ibarətdir ki, burada isn't inkarlıq bildirir. Hardly də inkarlıq bildirir. Bir cümlədə iki inkar işlənməz. Bir sadə cümlədə iki inkar işlənməz. Çıxırıq. A və B arasında qalırıq. Burada fərq nədən ibarətdir? Is və are. Xəbər birində təkdir, birində cəmdir. Əgər sayıla bilməyən isimdirsə, deməli xəbərimiz tək olmalıdır. A variantı doğru olacaq. 46-ya baxırıq. Gördüyümüz kimi burada haven't got inkardır cümləmiz. Biz buradan samı birbaşa çıxırıq. Yeni də çıxırıq. No azəni də çıxırıq. Nəyə görə? Çünki bir cümlədə iki inkar işlənməz. D variantın quruluşu səhvdir. Azə sözündən sonra isim tələb etməz. A variantı isə doğrudur. Və 47-yə baxırıq. 47-də deyir, mən bilmirəm ki, bu əkizləri necə ayırım, necə fərqləndirim. How to differ. Deməli, burada biz feili seçməliyik. Difference isimdir. Differ feil də ancaq to ilə işlənməlidir. How to differ olmalıydı. Different sifətdir. İndi baxırıq. A və Y variantı doğru gəlir. İkinci tərəfə baxırıq. No-dan sonra isim işlənər. İsmimizdə difference-dir. A variantı düzgün olacaq. Differ burada feildir. No-dan sonra feil işlənməz bu formada. 48-ə baxırıq. Biz burada BT-ni görürük. Daha sonra mistakes-i görürük. Misal olaraq moru çıxırıq. Çünki BT-nin özü müqayisə dərəcəsindədir. Daha sonra burada ikinci tərəfə baxırıq ki, ismimiz cəmdir. Hələ ki, uzlaşma düzgün gəlir. Və match BT olar birinci tərəf. Matchdan sonra müqayisə dərəcəsi işlənir. C variantında çıxırıq. İndi tərcüməyə baxırıq. Yəni, yaxşı edibsə tərcüməni, onun səhvi az olacaq. Many çox olması səhvdir. More daha çox olması səhvdir. D variantı düzgündür. 49-a baxırıq. Vote bildiyimiz kimi sayıla bilməyən isimdir. Few'nu çıxdıq. Daha sonra nəyə baxaq biz burada? İkinci tərəfdə I can't give you inkar cümləsidir. Samlarda çıxırıq. Elə cavabımız C olacaq. 50-yə baxırıq. I wonder what music. Mən deyir, maraqlanıram ki, sən hansı what music, hansı musiqilə
maraqlanır. Interested maraqlanmaq. Və yenə to be interested. To be interested formasında da he was interested uyğun gələcək və ikinci tərəfdə sim bildiyimiz kimi linking verbdir. Yəni ki, bu feil özündən sonra sifət tələb edir. B variantı düzgün olacaq.